Ölkə ərazisində ağacların qanunsuz kəsildiyi yerlər açıqlanıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Olduğumuz ərazi Xətai rayonu Nəsrəddin Tusi küçəsidir. Rayonun digər küçəsində, eyni zamanda paytaxtla yanaşı 3 fərqli yerdə qanunsuz kəsilən ağaclar nəticəsində təbiətə 130 min manat təxminən ziyan dəyib. Yer üzündə 6-7 milyard əhali yaşayır. Əgər ağac olmasaydı, insanlar bir-birinin nəfəsindən boğulub ölərdi. Qeyri-qanuni ağaçların kəsilməsi çox böyük qanun pozuntusudur. Ağacların qanunsuz olaraq kəsildiyi ünvanlardan biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsidir. Biz hal-hazırda həmin ünvandayıq. Burada qanunsuz olaraq ağaclar kəsilib və ekologiyaya ziyan vurulub. Belə bir faktın qeydə alınması təbii olaraq sakinləri də narahat edir. Ağaçların kəsilməsinə ümumiyyətlə Ceyranbatan yox, harda olsa mən pis baxıram ona. Əlbəttə yaşıllıqdır o, təbiətdir, bizə hava qida verir o. Əlbəttə pis, çox pis, əlbəttə ki, hamımız qorumalıyıq yaşıllığı indi belə bir vəziyyətdə. Amma qaydasında Ceyranbatanda mən deyərdim ki, yaşıllıq o biri qəsəbələrə baxanda gözəldir. Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti 231 ünvanında ağacların yenə də kəsilməsi faktı aşkarlanıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ərazidə aparılan monitorinqlər zamanı təbiətə 11 min manatdan çox ziyan müəyyən olunaraq toplanmış material hüquq mühafizə orqanlarına göndərilmişdir. Son dövrlər Gəncə şəhərində ağacların kəsilməsindən bağlı xəbərlər alırıq. Yəni yaxşı bir şey deyil. Çalışaq, yaşıllığı qoruyaq, yaşıllıq gözəldir. Ağacların kəsilməsi əvəzinə əkilməsi ekologiyaya daha müsbət təsir göstərir. Bu da gələcək nəsillər üçün, sağlam həyat tərzi üçün vacib qaydadır. Buna hər bir sakin cavabdehlik daşıyır. Xidmətin məlumatına görə İsmayıllı rayonunun Zərnava və Sərdahar kəndlərinin ərazisində də ağaclar qanunsuz kəsilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilib. Vüsalə Məmməzzadə, Xalid Qurbanlı, Xədicə Səxavət, ASTV xəbər.